Çatdıq, ser. Dünyanın qurtaracağına səyahət, üzgüçülük mərasimləri. Birinci hissə. Bağışlayın. Hey, tərpən görək. Üzr istəyirəm. Niyə yolun ortasında dayanmısan? Geç görüm, geç. Bağışlayın. Yol verin. William Goldinch'in trilogiyası əsasında. Mr. Talbot! Mr. Talbot, bura gelin. Bura Mr. Talbot. Mr. Talbot! Bu ifunət iyi hardan gəlir? Üfunət iyi, ser. Birazdan öyrəşəcəksiniz. Mən bunu öyrəşmək istəmirəm. Gəminin kapitanı hardadır? Kapitan Anderson da heç nə deyə bilməyəcək. Bu torpaqla çıngıldır, ser. Təzə gəmilərdə ballast dəmirdən olur. Bizim gəminin 50 yaşı var. Ehtiyatlı olun, ser. İlahi. Belə də hərbi gəmi olar bilir. Hərbi gəmi? Bu daha çox sərnişin gəmisidir, ser. Poçtan barı, ferma, başqa nə istəyirsiniz deyin. Düz yarım il dolanmalıyıq. Yalnız fransızlar peyda olanda bu hərbi gəmiyə çevrilir. Bu gəmidə Avstraliyaya gedib çıxmaq olar? Batmasa gedib çatarıq, Mr. Talbot. İndi sizə brenzi gətirərəm. Nəhayət gəmidəyəm. Etiraf eləməliyəm ki, hər şey mənim təsəvvür elədiyim kimi olmadı. Niyə bu cür köhnə hərbi gəmini uzaq səfərlərə üzən nəqliyyat gəmisinə çeviriblər? Bunu yalnız 600-dən artıq hərbi gəminin məsuliyyət yükünün altında əzilmiş admirallıqdakı lordların çətin maddi vəziyyəti ilə izah eləmək olar. Amma əlahəzrət, siz onların üsullarını yaxşı bilirsiniz. Məhz siz mənim bu səfərə çıxmağımı və Sidneyə çatan kimi qubernator köməkçisi vəzifəsinə təyin olunmağımı xahiş elədiniz. Siz mənim ən sevimli xaç atamsınız. Bu pilləkənin ilk pilləsinə ayağımı qoymağa kömək elədiniz. Və mən nə qədər yuxarı qalxsam da, əlahəzrət, həmişə sizə sadiq olacam. Sizə olan hörmət və sevgimin həddi-hududu yoxdur. Mənim xidmət pillələri ilə yüksəlməyimə kömək eləyən insanı heç vaxt unutmayacam. Yuxarı qalx, Filip. Ehtiyatlı ol. Siz məndən xahiş elədiniz vaxtımı gəmidə səmərəli istifadə eləyim. Xırdalıqları gözdən qaçırmayım. Və komanda yoldaşlarımın hərəkətləri barədə sizə məlumat verim. Mən hələ radikal Mr. Prettymanlə tanış olmamışam. Amma güman eləyirəm, o hardasa buralardadır. Gəmi yola düşür, ser. Ayağımız torpağa, bir də Avstraliyada dəyəcək. Mən kapitanla danışmaq istəyirəm. Mənə böyük kayut lazımdır. Göyərtəyə çıxmağı hələ məsləhət görmürəm, ser. Bağışlayın, Wheeler, nə sözümü pis hiss eləyirəm. Burada utanmalı bir şey yoxdur, ser. Hətta məşhur Lord Nelson da dəniz xəstəliyinə əzab çəkirdi. Bu sizə yatmağa kömək eləyəcək.
Wheeler! Wheeler! Sizə yenə sakitləşdirici içki gətirim, ser? Deyəsən xoşunuza gəldi, hə? Hə, sənin dərmanın mənə çox kömək elədi. Mənə nə vermişdin? Opium, ser. Nə edirsən, Wheeler? Gəmini idarə eləməyə çalışıram, ser. Xoş gördük, sir. Mən sizinlə salamlaşdım, sir. Leytenant Kembersham! Lənətə gələsiz, bu kimdir? Onlar mənim əmrlərimi oxumur. Mənim adım Edmund Talbotdur, kapitan. Bu xaç atamın məktubudur. Mənim əlahəzrətə böyük hörmətim var. Ümid eləyirəm yeriniz rahatdır, mister. Talbot. Vəziyyət nə yerdədir, kapitan? Biz hələ də körfəzdəyik, mister Talbot. Gəminin qaydalarına görə sərnişinlərə körpüyə çıxmaq qadağandır, amma sizə olar. Ümid eləyirəm, biz hələ görüşəcəyik. Hava düzəlir, ser. Lənətə gələsiz, bu kimdir? Kapitan Anderson, fürsətdən istifadə edin. Yox, sərnişinlər bura yalnız xüsusi dəvət olsa çıxa bilər. Hərbi gəmidə belə davranış yol verilməzdi. Aşağı düşün, əmr eləyirəm, yerinizə qayıdın. Yerimə? Sizdən üzr istəyirəm, ser. Zabitlər arasında ixtişaş yaratmaq istəyirsiniz? Səhv eləyirsiniz. Gəmidə kapitanın səlahiyyətləri barədə məlumatınız var? Mənim əsəblərimlə oynayırsınız, ser. Aşağı düşün, bir də gözümə görünməyin. Elə bil divarla danışıram. Tez olun.
Sizdən üzr istəyirəm. Fikirləşirdim oxumağı bacarırsınız, amma səhv eləmişəm. Oxumağı? Əlbəttə mən oxumağı bacarıram, kapitan. Onda dediklərimə əməl eləyin. Mən gəminin kapitanıyam. Əmrlərimin siyahısı hər yerdə asılıb. Zəhmət çəkib oxuyun. Aydındır? Mən heç yerdə görməmişəm, sir. Lənətə gələsiz! Nə vaxta qədər öz gəmimdə sizin kimi axmaqlara dözməliyəm, hə? Axı nə qədər olar? Sizin kimi insanlar mənim bütün vaxtımı alır. Axı niyə başa düşmürsünüz? Niyə qaydalara riayət Məncə eləmirsiniz? siz həddinizi aşırsınız, kapitan. Cəhənnəm olun buradan. Bəsdir. Çıxın gedin buradan. Sizi ambarda saxlaya bilərəm. Ya da məktəb şagirdi kimi çubuqla döyərəm. Qandallayarım. Nə istəsəm eləyərəm. Rədd olun buradan. Gözüm sizi görməsin. Əgər bir də sizi burada görsəm məndən inciməyin. İlahi. Onun səsini yəqin bütün gəmi eşidir. Keşişler Mr. Talbot. Bizim donanmada demək olar ki, keşiş yoxdur, sir. Çox azdır. Amma qanuna görə gəmidə keşiş olmalıdır, elə deyil? Kapitan Anderson onlardan qaçır. Bura bax, Willer. Bildiyimə görə dənizçilər mühümmatçı olur. Məyər hərdən bir pıçıldayıb dua oxumursuz? Kapitan Andersona bu lazım deyil. Eyni ilə məşhur kapitan Kukada. O məşhur ateistdi. Gəmiyə cüzəm xəstəsi götürərdi, amma keşiş götürməzdi. İlahi. Mr. Coley adi sərnişindi. Gəlin. Mr. Summer tapşırdı sizə baş əyim, sir. Və təklif eləyir ondan bir yerdə şərab içəsiz. Mr. O Summers, baş zabitdir, sir. o kapitanın ən yaxın köməkçisidir, hə? Mr. Summersə çatdırın ki, məmnuniyyətlə onunla şərab içərəm. Çox düzgün qeyd eləyirsiniz, Mr. Bowman. Mr. Talbot, Mümkünsə bizə başqa kayut verin. Ora çox balacadır. narahat olmayın, Mr. Pike. Sizə başqa kayut verərik. Minnətdar olaram. Böyük yaxşılıq eləyərsiniz. Dəyməz, Mr. Pike. Mr. Talbot, Leytenant Summers. Gəmi sizi narahat eləmir ki? Willer mənə bəzi şeyləri başa salıb. Görürəm yavaş-yavaş öyrəşirsiniz. Leytenant Deverell, Mr. Talbot. Xoş gördük. Mr. Summers, bəlkə mübahisənizə aydınlıq gətirəsiz. Üzr istəyirəm, cənablar. Məncə siz Mr. Edmund Talbotsuz. Elədir ki, var. Qara toyuq ovlamağı da sevirsiniz. Düzdür, ovlayıram. Sizlə tanış olmağıma şadam, sir. Bates, Mr. Talbotun şərəfinə içirəm. Çox sağ olun. Buyurun, sir. Sizin şərəfinizə. Sizin şərəfinizə. Etiraz eləmirsinizsə, bir söz soruşum. Üzünüzdəki çapıq fransızların işidir? Alçaq fransız beynimi dağıtmaq istəyirdi, amma mənim başım onların poladından da möhkəmdir. Mr. Talbot, Miss Graham'lə tanışsınız? Hələ belə şərəfə nail olmamışam. Yalnız sizə etibar eləyirəm, sir. Öz ünvanıma belə sözlər eşitmək mənə çox xoşdur, madam. Amma nəzərinizə çatdırım ki, bəzi meyxanalarda kart oynayırlar. Məsələn, mən vist oynamaq bacarığını gənc leydi üçün xeyirli sayıram. Bir şərtlə ki, zərif uduzmağı bacarsın. Kart oyunu həqiqətən çox gözəl və zərərsiz əyləncə ola bilər. Miss Graham, icazə verin sizə Mr. Talbot'u təqdim edeyim. Ümid eləyirəm uzun sürən səyahət zamanı sizin dərslərinizdən faydalanacağam. Dərslərimdən, Mr. Talbot? Hə, düz tapdınız. Mən mürəbbiyəyəm. Üzr istəyirəm, madam. Çox vacib və xeyirxah bir işlə məşğulsuz. Bizim sevimli Miss Dobson, biz onu Dobby çağırırdıq. Mənim və kiçik qardaşlarım üçün əvəzsiz bir insan idi. Məşhur Exeter kilsəsinin mərhum keşişinin qızı düşdüyü vəziyyətlə əlaqədar antipodlar ailəsində qalmağa məcburdursa, o gənc leydi və centlmenlərin dostluğunu sizə nisbətən daha az qiymətləndirə bilər. Çox dadlı ətdir. Sizi Avstraliyaya getməyə nə məcbur eləyib? Qubernatorun köməkçisi vəzifəsi. Görürəm, süfrə arxasında siyasətçi var. Deməli, hamımız sakit yata bilərik. Mr. Prettyman, elədir?
Qulluğunuzda hazıram, sir. Biz sizlə tanışıq. Yox, məncə yox. Gecikmiş tanışlığımıza şadım. Mister Deverell, Mən də- necə bilirsiniz, səyahət zamanı hərbi əməliyyatların şahidi olacağıq ya yox? Məncə yox, sir. Bu möhkəm komandası olan etibarlı gəmi deyil. Siz əvvəllər onlarla bir yerdə səyahət Bu kiçik eləməlisiniz? komandadır. Onlar bir ya da 2 gün bir yerdə olur. Siz zabitlərdən tanışsınız, Mr. Talbot. Mən Kamberşima arxayın ola bilmərəm. O fransızlarla vuruşmağı bacarmır. Kapitana gəldikdə isə Mən artıq kapitanla tanışam. o vaxtının çox hissəsini bitkilərlə keçirir, zabitlərlə yox. Doğrudan? Ən pisi isə odur ki, bu müharibə sınmış saat mexanizmi kimi gedir. Zennobi əzizim! Atacan! Ananız necədir, ledi? Onun yalnız kölgəsi qalıb məm. Bizə qoşulursuz, miss. Sizə yer düzəldərəm. Mənim yerim artıq boşaldı. Miss Grenham, zəhmət olmasa məni buradakı centilmenlərlə tək qoyun. Bəli, Miss Graham, doğrudan bizi tərk edirsiniz? Sizin səxavətiniz bu gəminin hər yerində olduğu kimi burada da təhlükəsizlikdədir. Sizin səxavətinizi heç bir təhlükə gözləmir. İcazə verin, madam. Minnətdaram. Siz əsl centilmensiz. Mən gördüm, sir. Aydın gördüm ki, çeyninizin üstündən duz atdınız. Zəif adamlar möhfumatçı olur. Mr. Brocklebank, məlumunuz olsun ki, mən möhfumatın qatı düşməniyəm. Mr. Prettyman çox Öz həyatımda buna yol vermirəm. İşə bir bax, yəqin hirslənəndə dəhşətli olur. Üzünü görmə. Bilirsiniz, taxtaya vurmaq papanın çarmıxa toxunub xaçı öpməyinə bənzəyir. Mr. Bowles, siz bizi marifləndirdiniz. Mənim dayəm bıçaqlar çarpaz duranda qorxurdu dava düşər. Deyirdi ki, çörəyi üzü aşağı qoymaq olmaz. Yoxsa dənizdə bədbəxt hadisə baş verər. Bizim gəmi təkdir, tənhadır. Ləpələrin arasında sanki röyadır. Ey dənizçi! Tanrıdır dayağın, soyuqdan donursan, tir-tir əsir ayağın. Nə baxırsan sən? Açığını deyim, albatrosu vurdum ki, sənə göstərim. Mr. Brocklebank Mr. Coleridge'in portretini çəkdi. Albatros, yenə möhfumat. Albatrosa güllə atmağa hünəriniz çatardı. Tüfənginiz var? Mənim tüfəngim var. Məsləhət gördülər, onu özümlə yola götürüm. Tüfəngi mənə gətirin, sir. İndi tüfəngi Mən gətirəm, albatrosu güllələyəcəm. Bax, onda görərik, bunun axırı nə olacaq. Bəs keşiş hanı? Kayutların divarları elə nazikdir ki, hər gün səhər onun dua oxuduğunu O eşidirəm. öz kayutundan çıxmış. Oh, müqəddəs Kali. Təkcə keşiş olmuş müqəddəs ata gəmiyə minib. Mən elə gəlir, onu az-az görəcəyik. Buna görə Tanrıya və kapitanımıza sağ ol deməliyik. Düzdür ki, kapitan Anderson pastora gəmidə bazar günü ibadətini keçirməyə qadağan Siz edir. onların söhbətində iştirak eləməmisiz. Kapitan sözün əsl mənasında onu məhv elədi. Buna görə bizi bazar moizəsində məhrum eləyiblər. Mənim arvadım məmnuniyyətlə ibadət eləyirdi. Bunu istəyən sərnişinlər axşamlar pastorla birgə ibadət eləyə bilər. Elə deyil? Hə?
Onda danışdıq. Ehtiyatlı olun. Mister... Keşiş Robert James Coley, Mr. Talbot, sir. Sizə nə köməyim deyə bilər? Söhbət ibadətdən gedir, sir. Bazar günü nə vaxtı, Mr. Coley? 2 gündən sonra, sir. Bir neçə ledi və centilmenlər günortadan sonra 7-ci yarım saatda ya da bizim vaxtla saat 4-ün yarısında sərnişin salonunda məmnuniyyətlə sizinlə bir yerdə ibadət Mr. eləmək Talbot, istəyir. sir. Bu söz tapa bilmirəm. Mən sizdən fəxr eləyirəm. Acıqlı kapitanın öz qanunlarını mənə bu tonla deməyə ixtiyarı yoxdur. İbadət eləməyə gedəndə ondan icazə almayacaq. Əlbəttə ki, yox, sir. Sükanı sağa, Mr. Kemberşem. Sükanı sağa. Küləyin istiqamətində getmək lazımdır. Sükanı sağa. Küləyin istiqamətinə. Sükanı sağa. Sükanı sağa, Mr. Kemberşem. İstiqaməti dəyişməyin. Küləyin istiqamətində hərəkət edirik. İstiqaməti dəyişməyin. Küləyin istiqamətində hərəkət edirik. Mr. Kemberşem. Sükanı sağa. Təəssüf ki, Əla Həzrəti təzə xəbərlərlə sevindirə bilməyəcəm. Nəhayət, tropiklərə çatmışıq. Mr. Prettyman hələ də Albatrosu öldürməyə çalışır. Qalan sərnişinlər öz ixtiyarına buraxılıb. Mrs. Brocklebank nəhayət ki sağaldı və onun qızının Zenobiyadan cavan görünməyi hamını təəccübləndirib. Eşitmişəm, sərsəri həyat keçirən ziyalı təbəqənin yaşadığı mühitdə ümumi qəbul olunmuş əxlaq normalarına əməl olunmur. Amma istəyərdim Mr. Brocklebank öz əxlaqsız yuvasını başqa yerdə qursun. Həm də belə bir nəticəyə gəlmişəm ki, isti və yüksək rütubətlə yanaşı, dəniz səyahəti kişi orqanizmində bəzi dəyişikliklərə səbəb olur. Lady ilə qarşılaşmaq həm asandır, həm də deyərdim qaçılmazdır. Problem yalnız ondadır ki, görüş yeri əlverişli olmalıdır. Soruşa bilərsiniz, kayutumda məni nə qane eləmir? Deyərdim hər şey, hər şey. Mr. Coley gəminin bir başında asqıranda, Mrs. Grenham o başında yuxudan oyanır. Bu dəhşətdir. Mr. Brocklebank sakitliyi pozan kimi mənim və Mr. Prettymanın kayutunda gürültü qopur.
Ona görə də qadınlarla görüşmək üçün daha əlverişli yer axtarmalıyam. Wheeler! Bəli, sir. İstəyərdim gəmini gözdən keçirim. Sizdən bir adam getməlidir. Mr. Talbot'a yol verin. Bu nədir belə? Bizim qardaşımız Gentleman Jack. Bu hamısı Mr. Devrilin işidir. Ay sən oyun bas. Oğlanı göndərib ona qulluq eləsin. Mr. Peveril ona dedi ki, bu yol səni yuxarılara aparacaq. Təsəvvür eləyirsiniz? Sərmaşa kimi yuxarı qalxır, başa düşürsünüz? Çox gülməlidir. Mr. Talbot, siz içki içirsiniz? Cəhənnəm istisidir, centilmenlər. Təəccüblüdür. Siz hər gün belə istidə burada necə dözürsünüz? Həyat çətindir, Mr. Talbot. Bugün buradayıq, sabahsı olmaya bilərik. Bəzən heç sabaha da çıxmırıq, Mr. Talbot. Avara, Gotrun yadındadır. Axmağın biri idi, səfi, heç nə bacarmırdı. Hə, deməli belə. Bosman onunla bir neçə nəfərə burazın ucunu verib deyir ki, saxlayın, buraxmayın, möhkəm tutun. Gəmi yük götürməyə başlayır. Hamı aydın məsələdir ki, kənara çəkilir. Bu balaca oturmasa yerindən tərpənmir. Burada nə var ki? Necə yəni, sər? Burazın ucu bloka qədər uzanır. Bax belə, oturun daxırda idi. Yazığı 1 mil sürüdülər. Sonra onu görən olmadı. İlahi. Bugün buradaydı, elə bugün də yox oldu. Burada hava yoxdur. Həmin qızlar yadındadır, Mr. Gibbs. Atacan, pəncərəni açınsa bir təhər oldum. Ürəyim sıxılır. Deməli, hərbi gəmidə yük daşıyırlar, hə? Yəni onda siz heç kim Mən görmədiniz. onları gördüm. Burada çox şey gizlətmək olmur, Mr. Talbot. Yəqin bunu başa düşmüsünüz. Mr. Willis, yaxşı olar bunları centlemenə göstərəsiniz. Fənəri götürün. Özünüzü elə aparın, güya kapitansız. Növbəti dəfə yoxlamaya çıxmısınız. Bəxtiniz gətirsə, batalyoru da görə bilərsiniz. İstədiyinizi gördünüz, Mr. Talbot? Mən hər şeyi gördüm.
Güman edirəm siz də mərasimdə olacaqsınız, Mr. Talbot. Mərasimdə Bugün günorta ekvatoru keçəcəyik. Biz ekvatoru keçəndə gəmidə Neptun bayramı təşkil olunur. hə, mən bu biabırçı adət barədə eşitmişəm. Mr. Summers, bu bayramda bütün sərnişinlər iştirak eləməlidir. Hamı bir nəfər kimi. Bayram həqiqətən şən keçəcək. Əgər səsküylü bayramları xoşlayırsınızsa, ser, bəli. Qəfildən ağlıma bir fikir gəldi. Əgər yer tapa bilmirsənsə, onda əlverişli vaxt tapmalısan. Başa düşdüm ki, bu gəmidə mənə yer yox, imkan verilir. Eşitmişəm, böyük bayram olacaq. Hamı da orada iştirak eləməlidir, Mr. Talbot. Hamı yox, Mr. Pike. Hə? İstidən başım ağrıyır. Yaxşısı budur, öz kayotumda qalıb dincəlim. Kale! Robert James Kale! Çıx bayra, Robert James Kale! Məhkəmə qarşısında cavab verəcəksən. Yox, mən hazır deyiləm. Yox! Yox! Xahiş edirəm, cənablar, buraxın məni. Xahiş edirəm, buraxın. Cənablar, yalvarıram. İlahi, özüm mənə kömək ol. Buraxın. Yox, buraxın məni. Buraxın. Yox, yox, yalvarıram, buraxın. Yox. İlahi, özün kömək ol. Yox. Buraxın, buraxın məni. Bugün Neptun günüdür. O qurban tələb eləyir. Alçaq və çirkin məxluq, səni yaxşıca kimizdirmək lazımdır. Başlayın! Kifayətdir. İlahi, bəsdir. Geyinin, yuxarı qalxın. Siz ictimai səhnədə çıxış eləməlisiniz. Edmund, Bizi orada bir yerdə görən məni olmamalıdır. atıb getməyəcəksiniz. Sizcə özümü suya atacağım, ya şəxsi gəmimə minəcəm? Siz qəddarsız. Özünüzü elə aparırsınız ki, güya birinci dəfədir belə vəziyyətə düşmüsünüz. Bəlkə gözləyirsiniz, Nəyi? əlverişli məqam gözləyirsiniz ki, öz komanıza qayıdıb kayutunuza demək istəyirdim və paltarınızı qaydaya salasınız. Amma deyirəm, əgər xoşa gəlməz nəticələr olsa... Mənim əzizim, nə istəyirsiniz eləyin. İndi gedin, gedin, Edmund. gedin. Edmund! Edmund!
Talbot, əziz dostum. Bates, Mr. Talbot'a içki gətir. Minnətdaram, sir. Bir tamaşa qurmuşdular ki, gəl görəsən, yaxşıca əyləndik. Elədir. Yaxşı əyləndik. Bates, Mr. Deverell'ə içki gətirin. Siz çox xeyirxahsınız, Mr. Talbot. Məncə bu lap ağ oldu, hə? Razıyam. Amma nə deyirsiniz deyin, yaxşı əyləndik. Doğrudan məzəli idi, hə, Mr. Talbot? Nəsə lazımdır. Yox, çox sağ ol. Bugünlük bəsdir. Deyəsən, buradan ətiriyi gəlir. Mənə gəlmir. Yox. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı bilir. Mr. Prettyman, Albatros'u vura bildiniz? Axı necə vura bilərdim? Tüfəngimi əlimdən aldılar. Biabırçı və xoşa gəlməz əhvalatdır, sər. Vəhşi mövhumatın dəhşətli parlaq nümayişi. Şübhəsiz. Razıyam. Belə biabırçılıq Fransada heç vaxt ola bilməz. Müqəddəs ata. Kapitan Anderson, sizdən danışmaq istəyirəm. Bəli, sir, eşidirəm. Adamlarınız məni və kilsəni təhqir elədi. Siz də məni təhqir elədiniz. Bilirəm, Mr. Coley. Bunu etiraf eləyirsiniz? Hər şey təsadüfən alındı. Nəzarətdən çıxdı. Sizlə çox pis davrandılar. Mən bununla tamamilə razıyam. Neynək, belə etirafdan sonra sizi bağışlaya bilərəm. Amma fikirləşirəm ki, bu işdə başqa zabitlər də iştirak eləyirdilər. Güman eləyirəm, onlar sizin əmrinizlə yox, sizə baxıb ruhlanaraq bu hərəkət elədilər. Baxmayaraq ki, başqa paltar geyinmişdilər. Mən onları tanıyıram. Mənə görə yox, özlərinə görə günahlarını boyunlarına almalıdılar. İlahi. Siz hər şeyi birdən istəyirsiniz? Siz öz kralınızın şərəfini qoruyursunuz. Mən də öz tanrımın, yazıq, bədbəxt, cahil insanlara tövbə eləməyə imkan verməliyəm. Axı belə olmaz. Dəli olmusunuz? Xeyr, sir. Mr. Coley, başa düşmürsünüz. Belə getsə sizi daha böyük təhqirlər gözləyir. Siz öz formanızı geymişsiniz, Kapitan Anderson. Mən də özümünkünü. Aşağı düşüb o adamlara müraciət eləmək üçün icazə ala bilərəm? Necə bilirsiniz, elə də eləyin. Mr. Summers, güman eləyirəm Mr. Prettyman'ın tüfəngini siz boşaltmısınız. Bəli, sər. Heç kimi yaralamamısınız? Mən dənizə güllə atdım. Sizə minnətdaram, sir. Boş şeydir, sər. Lord, whom winds and waves obey, guide us through the watery way. Sər, əgər icazə verirsinizsə, mən tədbir görüm. Kilsənin işinə qarışmağa ixtiyarımız yoxdur, Mr. Summers. Amma matroslar olduqca sərxoşdur, sər. Belədirsə, onda onları cəzalandırın. Mən sevgidən həzz aldığım bir vaxt matrosların qurduğu tamaşada xoşa gəlməz hadisə baş verib. Deyəsən, keşiş Colini yaxşıca ələ salıblar. Əgər Mr. Summers vaxtında bu işə qarışmasaydı, bunun axırı çox pis qutara bilərdi.
Lənətə gələsiz, burada nə baş verir? Sir, mən mütləq baş zabitə məruzə eləməliyəm. Mr. Coley aşağıda içib sərxoş olub. Aşağı gedin. Yoxsa cəza alacaqsınız. Onlar bizi ələ salır, sər. Sir. Sir. Keşişə çatdırın ki, o təcil öz kayotuna qayıtmalıdır. Mr. Willis! Keşişə deyin ki, təcili öz kayotuna qayıtsın. Nə baş verir? Sevin! 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 İlahi, aman tanrım. Qoy böyük atamız, oğul tanrı Nə oldu? və müqəddəs ruh sizi indi və daim qorusun. Willis! Biz 51 gündür ki, üzürük. Mən elə gəlir. Bəlkə də 51 deyil. Təqvimə marağım itib. Elə bizim səyahətimizə də. Həvəsdən düşmüşəm. Heç bir işim yoxdur. Göyərtədə gəzib kim gəldi onunla içirəm. Əlahəzrət, sizi əyləndirə bilməyəcəm. Bacardıqca Mrs. Brooklebankdan uzaq qaçıram. Bu istidə özünü elə ehtirasla aparır ki, adamın ürəyi bulanır. Əminəm burada Deverilin dəli var. Qorxuram o yazıq bu sahildə qəzaya uğrasın. Amma müqəddəs ata Colinin əxlaqı, daha doğrusu əxlaqsızlığı sizdə böyük maraq doğura bilər. Məsələ ondadır ki, həmin gün yolunu azandan sonra o kayutundan çıxmır. Artıq 4 gün keçib. 4 gün. Gəlin. Nə olub, Wheeler? Leytenant Summers maraqlanır ki, siz Mr. Coley'e baş çəkmisiniz. Bunu eləmək fikrim yoxdur. Heç ağlıma da gətirmirəm. O güman eləyir ki, sizin keşişə baş çəkməyiniz komandaya və başqa sərnişinlərə nümunə olar. Həm də nəzərə alın ki, gəmidə sizin səviyyədə ikinci adam yoxdur. Keşişin halı pisdir. Çox pisdir, sər. Hələ ki, o nəfəs alır. Yaxşı bilir. Amma xəstə yatan otağın iyindən ürəyim bulanır. Oranı yığışdırın, mümkünsə çarpayını da. Əlbəttə, sər. İlahi, aman tanrım. Mən nə bacardımsa elədim, sər. Mr. Coley. Mr. Coley, mənəm Edmund Talbot.
Qulaq asın, Mr. Coley. Heç kim sizi günahlandırmır. Sizi asan olmayıb. Amma mənə inanın, özünüzə qarşı çox amansızsınız. İstəyirdim sizinlə yaxından tanış olum, amma gəlmirsiniz. Bu sizin tərəfinizdən yaxşı hərəkət deyil. Neyniyək? Keyfiniz olanda özünüz məni axtarıb taparsınız. Mr. Talbot, Mr. Summers, sizin mənə həvalə elədiyiniz məsuliyyəti öz üzərimə götürdüm. Deməzdim nəyəsə nail oldum. O adam özünü çox pis vəziyyətə salıb. Başqa heç nə deyə bilmərəm. otağına girmişdim. Hər şeyi gördüm. Yəqin yeməyə çətinlik çəkərsiz. Mr. Talbot, gəmidə həkim yoxdur. Mən elə gəlir keşiş ölümcül xəstədir. Keşiş cavan adamdır. O çox içdiyinə görə əziyyət çəkir. Elə bu, Mr. Talbot? Siz də başqaları kimi o yazığın taleyinə biganəsiz? Mən bu gəminin zabiti deyiləm. Elə buna görə də kömək eləyə bilərsiniz, sər. İcazə verin sizlə açıq danışım. Yadınıza salın. Onunla necə rəftar eləyirdilər? Əvvəlcə bir nəfərin ona münasibəti çox pis idi. Sonra bu etinasızlıq başqalarına da keçdi. Və nəhayət, hələ son hadisələr baş verməmişdi. Amma hamı ona nifrət eləyirdi. Hamının ondan zəhləsi gedir. Əgər xasiyyətinizi nəzərə alsaq, sizə dediyim sözlər mənim gələcək karyeramı alt-üst eləyə bilər. Nə? Mənim xasiyyətim? Xasiyyətimə bələdsiniz? Biz bilirik siz hansı ailədənsiz və hansı vəzifəni tutacaqsınız. Kişilər və qadınlar sizə yaltaqlanacaq. İlahi, Mr. Summers. Bir dəqiqə, xahiş edirəm, məni başa düşün, Mr. Talbot. Mən heç nəyə iddia eləmirəm. Sir, sizə verilmiş imtiyazlardan istifadə elədiniz. Təklif edirəm, cəmiyyətdə tutduğunuz mövqeyə görə məsuliyyəti öz üzərinizə götürəsiniz. Keşişin vəziyyətinə görə kim məsuliyyət daşıyır? Lənət şeytana, güman edirəm o özü. Gəlin, iki qarımış qız kimi nalamuxa vurmayaq. Yaxşı? Siz məsuliyyət daşıyan insanların sayını artırmaq istəyirsiniz? Yəqin kapitanın adı da ora daxildir. Daha kim? Devril, siz özünüz, sağ cinahın növbəçi dəstəsi, bütün Ən dünya... böyük məsuliyyət sizin üzərinizə düşür. Nə? İndi mənim karyerama təhlükə fransızlardan daha çox sizdən irəli gəlir, Mr. Talbot. Siz məni alçaq və yaramaz fırıldaqçı hesab edirsiniz? Mənə görə sizin karyeranıza heç nə olmayacaq. Əgər siz kapitanla kobud və laqeyd danışmasaydınız, onun hakimiyyətinin əsasına zərbə indirmək üçün rütbəniz, imkanlarınız və əlaqələrinizdən istifadə eləməsəydiniz, bəlkə də bütün bu hadisələr baş verməzdi. Cəmiyyətdəki mövqeyinizdən istifadə edib asanlıqla qaydaları pozdunuz. Amma keşiş Koli bunu eləmədi. Əgər Koli sərnişinlər üçün qaydaları Siz də oxusaydı... onun kimi adi sərnişinsiniz. Qaydaları oxumusunuz? Əgər onda özünüzü elə aparmasaydınız, Koli cürət eləyib körpüyə çıxmazdı. Aydındır, Mr. Talbot. Kapitan da sizi alçalda bilmədiyi üçün hirsini onun üstünə töküb onu alçaltmazdı. Kifayət qədər sözünüzü dediniz. Ümid eləyirəm. İnsan çox içdiyinə görə utanmamalıdır. Əgər kapitan Koliyə baş çəksəydi, bu onun üçün ən yaxşı dərman olardı. Amma gəmidə yalnız sizin təsiriniz altında o bu addımı ata bilər.
Yaxşı gündür, Mr. Talbot. Elədir, sir. Bu enlikdə orta sürət neçədir? Çox güman ki, 2 gün sürətimiz bir dəniz milindən artıq olmayacaq. Bir günə 24 dəniz milindən çox gedə bilməyəcəyik. Elədir ki, var. Etiraf eləməliyəm ki, gördüyüm enliklərdən ən çox bura xoşuma gəlir. İstəyərdim Britaniya adalarını dünyanın bu dilbər güşəsinə çəkib gətirim. Xəyalpərəst insansız, sir. Bəs İrlandiya? Yox, sir, istəmirəm. Məndən olsa qoy onu Birləşmiş Ştatlar götürsün. Mən bir nəfəsə növbətçilərimin yarısını itirərdim. Burada hava çox təmizdir. Yox. Mən qəti etiraz edirəm. Aşağı düşüb gündəlik yazmaq istəmirəm. Siz yazıcısınız? Bizim gəmidə yazıcı var. Kapitan, bu mənim üçün həm əyləncədir, həm də borcumdur. Sizin dillə desək, bu bir növ növbətçilik jurnalıdır. Növbətçilik. Bizim həyat tərzindən yazmağa səbəbləriniz çoxdur, hə? Bax, burada sir, səhv eləyirsiniz. Xaç atam, Əlahəzrət istəyir ki, mən bu səyahətdə vaxtımı əbəs yerə keçirməyim, analitik ağlımı və müşahidə eləməyi bacarığımı inkişaf elətdirim. Bu jurnal onun mənə olan ümidlərini doğrultmaq üçün ən yaxşı vasitədir. Gündəliyi xaç atanız üçün yazırsınız? Hə, ümid eləyirəm ona hədiyyə eləyəcəyim gündəlik Padagrasın ağrısını azaldacaq. Mənə tapşırılıb heç nəyi gizlətməyim. Yəqin sizin yazılarınızda gəminin heyəti və zabitlər diqqətdən kənarda qalmayıb. Şübhəsiz onlar da, onların danışıqları da. Məsələn, elə götürək Mr. Pretmeni. Onun ifadələri Əlahəzrətə əyləndirəcək. Kapitan isə xüsusilə? Siz, sir? Mən bu barədə fikirləşməmişəm. Amma bizim bu üzən dövlətin kralı, hətta imperatoru da yalnız sizsiz. Mən şöhrət axtarmıram, Mr. Talbot. Ədalətli edam yaxud əfsizdən başqa kimə etibar oluna bilər? Zənnimcə siz heç vaxt diqqətdən kənar qalmayacaqsınız. Yenə əhəmiyyətli olacaqsınız. İlahi. Aman tanrım. Üzr istəyirəm, Mr. Talbot. Amma daha belə davam eləyə bilməz. Koli. Kapitanın əmri ilə mən ona nəzarət eləməliyəm. Siz də mənə kömək eləməlisiniz. Mən? Əlbəttə, sizə heç kim əmr eləmir. Amma mənə tapşırılıb ki, kömək lazım olanda sizə müraciət eləyim və məsləhətlərinizə qulaq asım. Çox gözəl. Gedək Mr. Colini bir daha onun dərin yuxusundan ayıltmağa çalışaq. Mr. Talbot sizin yanınıza gəlib. Mr. Colli. Əlbəttə, bu xoşa gəlməz əhvalatdır, amma sir, siz özünüzə qarşı çox tələbkarsınız. Həddən artıq içki içib, onun acı nəticələri ilə həyatında bir dəfə də olsa hər bir kişi qarşılaşır. Əks halda özü kimi içkinin həddini bilməyən adamlar heç cür başa düşə bilməz. Mən görürəm ki, Mr. Colli, başınıza gələn bu bədbəxt hadisəyə görə məsuliyyət daşıyıram. Əgər kapitanımızı hirsləndirməsəydim, onda hər şey başqa cür olardı. Mən
Bizə həkim lazımdır. Burada həkim yoxdur. Mr. Brocklebank. Villiers. Brocklebank. O rəssam olmamışdan əvvəl tibb təhsili alıb. Villiers. Sir, Tez ol, Mr. Brocklebankı oyat. sir, deyəsən o hələ salondadır. Onda tez ol, təcili onu bura gətir. Villiers, kapitana da xəbər ver. Mr. Brocklebank, bizə sizin tibb sahəsindəki bilikləriniz lazımdır. Axşamınız xeyir, müqəddəs ata. Nə oldu? Necə yəni? O ölüb? Yox, ölməyib. Sadəcə yatır. Əsəbdən qızdırması qalxıb. Əsəbdən qızdırması qalxıb. Boş-boş danışmayın. Nə olub? Bizə elə gəlir ki, Mr. Cole ölüb. Yalandır. Bir qurtum şərab onu dirildəcək. Deyərsən bu bədbəxt öz nəfsinin qurbanı olub. O yazıq cəmi bir dəfə içib həddini aşıb. Gəmi jurnalında bu hadisə barədə nə yazmaq fikrindəsiz? İcazə verin orada nə vaxt və nə yazacağıma özüm qərar Bu verirəm. ani zəiflik idi. Bilirsiniz, Eşitdim, kimsə dedi ki, o əsəbdən qızdırıb, hə? bu mənim fikrimdir, kapitan. Mr. Brockleban nə dediyini özü də başa düşmür. Amma o gəmidə yeganə adamdır ki, müəyyən dərəcədə tibb sahəsində məlumatlıdır. Biraz əvvəl o dedi ki, Cole yatır. Mr. Summers! Nəzarət eləyin, lazımi hazırlıq işləri görülsün. Mr. Willis! Bosmanla köməkçisini və 3-4 nəfər güclü matros gətirin. Xanımlar və cənablar, yaxşısı budur, siz bu işdə iştirak eləməyəsiniz. Xahiş eləyirəm, dəhlizi boşaldın. Yuxarı göyərtəyə qalxıb, təmiz hava udun. Keşişə nə olub? Onu yaxşıca içirdiblər, bunu özünüz də Bəs bilirsiniz. ondan əvvəl nə olub? Siz bayramda olmamısınız? Mən öz işimlə məşğul idim. Kapitan nəyə görə ondan üzr istəyirdi? Cənablar, əsəb qızdırması. Əsəbdən qızdırmanın qalxmağı deməkdir. Gecəniz xeyrə qalsın. Hələlik.
Buna baxmayaraq, gəmidə bir nəfər əsl centlmen var və mən Tanrıya yalvarıram ki, təyinat yerinə gəlib çatana kimi onu dostum adlandırmaq xoşbəxtliyi mənə nəsib olsun. O ziyalı nəslindəndir. Şərəf və namusla bu möhürü öz üzərində gəzdirir. Mən hər dəfə onunla görüşəndə cəsarətlə salamlaşıram. O da həmişə xeyirxahlıqla salamımı alır. Onun davranışı məni saymayan sərnişinlər üçün nümunə ola bilər. Mən Mr. Talbotla tanışlığımı möhkəmləndirdim. Məhz o, yalnız o məni axtarmaq istədi. Dinin əsl dostu da odur. O özü mənim kayutuma gəlib dostcasına açıq şəkildə təklif elədi ki, axşam gəmidə sərnişinlərə kiçik moizə oxumaqla onları razı salım. Bu günah gəmisidir. Biabırçı insanın öz əməlləridir, başqalarının yox. Mənə böyük biabırçılıqla günah möhürü vuruldu. Səfil, bədbəxt, cahil insanlara baş çəkib onları ruhlandırmalıyam. Bundan başqa, mən Ulu Tanrının sevimli bəndələrini düz yola yönəltməliyəm. Bacardığım qədər çox insana kömək eləməliyəm. Nə olub, Filler? Kapitan xahiş eləyir, salona qalxasız. Niyə? Mr. Collinin ölümü ilə bağlı müzakirələr olacaq. Gəlin. Keçin Mr. Talbot. Buyurun içəri. Sizi qapıda qarşılaya bilmədiyimə görə məni bağışlayın. Mən öz bağçamdaydım. Mən bilmirdim ki, sizin burada cənnətiniz var, kapitan. Düzdür. Bax, bu ətir şaxdır, Mr. Talbot. Xəstələnib. Görürsüz yarpaqları necədir? Ona kükürt tozu tökmüşəm, amma xeyri yoxdur. Məncə quruyacaq. Amma sizə bir söz deyim, sər. Əgər dənizdə bitki saxlamaq istəyirsinizsə, itki verməyə də hazır olmalısınız. Yadımdadır, gəmi kapitanı idim. İlk dəfə uzaq səyahətə çıxanda bütün kolleksiyamı itirdim. Düşmənin hücumuna məruz qaldığınız üçün? Yox, sər. Yox, daha çox hava şəraitinə görə. Biz düz bir ay yerimizdən tərpənmədik. Nə yağış yağdı, nə də külək əsdi. Mən suyu bitkilərə sərf eləyə bilməzdim. Komanda müsyan eləyirdi. Sözün qısası bir küləkdən məhrum olmaq mənim üçün böyük bir faciə deyildi. Bundan əlavə onu Sidney körfəzində başqası ilə əvəz eləmək olar. Təyinat yerimizə çatana qədər hələ çox üzməliyik, Mr. Talbot. Saysız hesabsız günlər, çoxlu dəniz mili. Mr. Collie Romun dadına baxmağa razılıq verdi. Dedi ki, bunu içməyinin səbəbi... Barışıqdır. Deyəsən o belə dedi. Siz orada nə edirdiniz? Mən çıxma komandası verməzdən əvvəl zəncirlərin və burazların yığılmasını yoxlayırdım. Yoxlamanı qutarıb məruzə eləmək üçün yuxarı qalxanda keşişi görüb dayandım. Çünki bu vaxta qədər keşişləri belə vəziyyətdə görmək mənə nəsib olmamışdı. Bəs sonra? Mr. Summersə xəbər vermək üçün gəminin arxa tərəfinə getdim, amma deyə bilmədim. Mr. Cambersham məni danladı. Təşəkkür eləyirəm, siz azadsınız. Gedə bilərsiniz. Necə yəni danladı? Yəni məzəmmət elədi, sər. Gəlin davam eləyək. Siz gülüş və qışqırıq səsləri eşitdiniz, Mr. East? Müqəddəs ata dənizçilərlə danışırdı. O çox keyfli idi. Romu içəndən sonra dili açılmışdı. Sonra onu görmədim. Matroslar onu əllərində aparanda mən də çıxıb getdim. Arvadım yanımda idi. O bu səhnəyə dözə bilmədi. Təşəkkür edirəm, Mr. East. Məncə Mr. Collinin sərxoşluq dərəcəsi barədə onu göyərtəyə çıxaran adam danışa bilər. Ona əmr elədim, bura gəlsin. Amma mənim xəbər gətirənimi hesab edir ki, bu şahidə təzyiq göstərmək lazımdır. Xəbər gətirən?
Hansı məsələlərdə? Biz bura yığışmışıq ki, Mr. Collinin ölüm səbəblərini müəyyən eləyək, aydındır? Yadımdan çıxmayıb, kapitan. Zənnimcə centlmenlər bizim buradakı işimizə qayığı yırğalamaq deyirlər. Keşiş Colli çox içmişdi, amma bu cinayət deyil. Niyə etiraf eləmirik ki, onun nəfsi yox, bizim ona qarşı etinasızlığımız öldürdü? Bu belədir. Etinasızlığımız, hövsələsizliyimiz. Bir dəqiqə, Summers. Siz dediniz ki, Mr. Talbot, hamının ona qarşı etinasızlığı. Yəni fikirləşirsiniz ki, bir dəfə artıq... Siz özünüz də bunu dediniz. Bu dünən idi. Keşiş sərxoş vəziyyətdə matroslar tərəfindən zorakılığa məruz qalıb. Bu az iş deyil, Mr. Talbot. İlahi, özün rəhm elə. Mən cinayəti örtbasdır eləmək fikrində deyiləm, sər. Həmçinin davranışım ya da sərnişinlərə olan münasibətimlə bağlı ədəbsiz ittihamlara da yol verməyəcəm. Bu mənə xas olan bir şey deyil. Baş üstə, sər, sizdən üzr istəyirəm. Öz səlahiyyətlərimdən kənara çıxdım. Bağışlayın məni, üzr istəyirəm. Çox gözəl, Mr. Summers. Davam eləyək. Amma kapitan, heç kim bu işi boynuna almayacaq. Siz hələ gəncsiniz, Mr. Talbot. Və təsəvvür eləmirsiniz, belə gəminin kapitanında olan məlumat hansı mənbələrdən qidalanır? Mənbələrdən xəbər gətirən? Summers deyir, sizin çarpaz istintaq aparmaq sahəsində təcrübəniz var. Summers? Mənim? Şahidə suallarınızı verin, sər. Hə, əzizim, zəhmət olmasa adını de. Billy Rogers, əla həzrət. Meydançıda növbə çəkirəm. Biz həqiqəti bilmək istəyirik, Rogers. İstəyirik həmin centlmen sizinlə söhbət eləməyə gələndə baş vermiş hadisəni hər tərəfli bizə danışasınız. Hansı centlmen, əla həzrət? Keşiş. Keşiş Mr. Colli vəfat eləyib. O biraz içdi, əla həzrət. Və möhkəm kefləndi. Deməli, o zorakılığa məruz qalmayıb? Zorakılığa, sir? İcazə verin, mən soruşum, əla həzrət. Mr. Collini yuxarı göyərtənin qabaq hissəsində alçaqcasına zorlayıblar. Günahkar kimdir? Əgər desəm ki, bu əxlaqsız hərəkətə görə səndən şübhələnirlər, xoşuna gələr? Mən heç nə bilmirəm, kapitan. Heç nədən xəbərim yoxdur. Bəsdir, Rogers. Hamı səni onunla bir yerdə görüb. Boynunu al, siz oradan nə oyun çıxartmısınız? Biz oyun çıxarmışıq. Əxlaqsızlıq eləmisiniz, Rogers. Əxlaqsızlıq. Əgər həqiqətən günahın yoxdursa, bizə kömək ilə əsl günahkarları məsuliyyətə cəlb eləyək. Yəqin ki, səndə bu cür vəhşilik törətməyə qadir olan adamların siyahısı var. Zəhmət olmasa de. Bizə adlar lazımdır. Aydındır, sir. Zabitlərdən başlayın, sir. Yaxşı, Rogers. Sən gedə bilərsən, buyur. Bizim başqa şahidlərimiz var. Daha yoxdur, sər. Beləliklə, Mr. Summers, bizim istintaqı bağlı elan edirik. Şeri gətirin, Hawkins. Amma biz hələ də nə baş verdiyini bilmirik. Şeri gətirin mənə və Mr. Talbota, aydındır? Mr. Summers, güman eləyirəm o bədbəxti dənizin dərinliyində dəfn eləmək üçün gedən hazırlıq işlərinə şəxsən nəzarət eləmək istəyirsiniz. Bəli, sər. Siz deyən kimi oldu, əsəbdən qızdırma. Müvafiq raporta qol çəkəcəksiniz. Mən qeyri-rəsmi şəxsəm. Bəsdir, Mr. Talbot. Əgər cürəti çatsaydı, Rogers hər birimizi bu işdə günahlandıra bilərdi. Şahidlər, dindirmələr, ittihamlar, yalan, hər şey. Bizi məhv eləmək o utanmazın əlində heç nədir. İstəsə eləyər, şübhəm yoxdur. Bunun da axırı dar ağacıdır. Bu cür ittihamları asanlıqla təkzib eləmək olmur. İşin necə nəticələnəcəyindən asılı olmayaraq,
Çirkə belə bulaşırsan ki, sonra heç cür adını təmizə çıxara bilmirsən. Keşiş əsəbdən qızdırmanın qalxması nəticəsində öldü, sər. Bir də sizdən soruşuram, raporta qol çəkəcəksiniz? Mən özüm hadisəni təfərrüatı ilə yazıb altında qol çəkəcəm. Minnətdaram. Sizin şərəfinizə, sər. Siz xəbər gətirənlər barədə danışırsınız, sər. Doğrudan? Məncə yox. Siz leytenant Samersdən O soruşdunuz da ki... cavab verdi ki, beləsi yoxdur. Bir nəfər də Mr. Talbot, matrosların içində isə qətiyyən. Məni yaxşı başa düşürsünüz, sər? Heç kim gizlicə mənim yanıma gəlməyib, gəlmir də. Gedə bilərsən, Hawkins. Nökərlərin qulağı uzun olur, Mr. Talbot. Mən də bu fikirdəyəm, sər. Götürək mənim nökərim Wheeleri. Wheeleri? Əlbəttə, onun bütün bədəni göz və qulaqdır. Hə, bugünkü dəfn mərasiminə hələ var. Və mən istəyirəm biraz gündəliyimdə qeydlər aparım. Jurnalınızda, Mr. Talbot. Bu gəmidəki sərnişinlərin fikirlərini, sərnişinlərin olmasa da heyətin, adi matrosdan tutmuş zabitə qədər heç bir adamın mülahizələrini necə lazımdırsa qeyd eləməyi yaddan çıxartmayın. Və onda mənə elə gəldi ki, deyəsən elə indi də mövcud olan hər şeyi sevirəm. Dənizi, gəmini, səmanı, alicənab centlmenləri, sadə matrosları və əlbəttə ki, və ulu tanrını. Nəhayət, mənim əzablarım xoşbəxtliklə sona çatdı. Yerdəki hər şey tanrını məth eləmək üçündür. Diqqət! Hamı şləpalarını çıxartsın! Barabanlar! Sağ olanda Mr. Coley belə hündür boy değildi. Bu top qumbaralarıdır. Onları ölmüş adamın ayaqlarına bağlayırlar. Qadın doğulmuş insanın ömrü qısadır və həyatı kədərlə doludur. O gül kimi açılır və tez də solur. Kölgə kimi qaçır, dayanmır. Həyat yolumuzun ortasına çatanda kömək axtarıb xilas olmaq istəyirik. Və bunu yalnız Tanrımız eləyə bilər. Çünki o bizim günahlarımızı bağışlayır. Biz mərhumun cəsədini dərinliyə bastırırıq ki, cismi çürüyəndən sonra ruhu dirilsin. Və dənizdəki ölülər Tanrımız İsa Peyğəmbərin hüzuruna getsin. Amin. Yayılım ateşine hazırlaş! Ateş!
Şləpalar giyin! Əgər pozğun Britaniya cəmiyyətinin təsiri nəticəsində yumşaq təbiətli, eş-işrətə meyilli olmasaydım, nəfsimlə bacarsaydım, mən çoxdan varlanmışdım. Çoxdan. Bəli, düz deyirsiz. Cəmiyyətin pozulması sizi çox maraqlandırır. Siz mənim bu fikrimlə razısınız? Dostum Talbot, eşitdim siz bizim köhnə komandamızı sorğu-sual eləmisiniz. Kapitanın əmri ilə Deverell. O ölsə canımız qurtarardı. Görün nə deyirəm. Sidneyə çatan kimi mən istifaya çıxacağam. Kapitanı sahilə çıxarıb onu güllələyəcəm. Necə də? İçmək istəyirsiniz? Siz elə görünürsünüz, elə bil özünüz də içmək istəyirsiniz dostum. Bates, Mr. Talbot'a içki ver. Bilirsiniz, Admiral Nelsonu öldürəndə döyüş meydanında birinci mən idim. Bu səhnənin litografiyasını çəkdim. Əla idi. Görmüşəm, mən onu görmüşəm. Onun bir nüsxəsi divarda asılıb, tüfənglə it əsərində. Yeri gəlmişkən, mən həmişə təəccüb eləyirdim. Bu necə ola bilər? Bir dəstə zabit döyüşün qızğın vaxtında Lord Nelsonun cəsədi qarşısında diz çöküb. Bu çox təəccüblüdür. Elə deyil? Siz incəsənətlə reallığı qarışdırırsınız, sər. Deməli bu olmayıb, siz bu səhnəni uydurmusunuz? Lord Nelson hansısa gəminin ifunətli kayutlarından birində zəif lampa işığında sakitcə ölüb. Sizcə kim belə rəsmi çəkməyə razı olar? Axı kim? Bəlkə Rembrandt? Hə, madam. Siz onun başına nə oyun gətirmisiniz, Deverell? Siz keşiş Colin'i soruşursunuz? Onu içirdən komandada siz də var idiniz. Həm də onu zorlayanda. Hə, içizdirmişik, amma zorakılıq olmayıb. İstəyirsiniz mən başqa söz işlədim? Sizdə yan olsun. Sodomiya. Cole bu barədə heç vaxt heç nə deməyib. Yadıma gəlmir. Əksinə gördüm ki, o özünü çox əla hiss eləyir. Yalan deyirsiniz. Doğrudan, Mr. Talbot. Yəqin insanları fikirləşdiyiniz kimi yaxşı tanımırsınız. Kətan üzərində əks olunmuş gözəl insan. Doğrudan da o əxlaqsız idi. Leytenant Deverell, Mr. Cole. mərhəmətli olun, madam. Ölülər haqda pis danışmaq olmaz. Bilirsiniz, o yazıq zərərsiz insan idi. Zərərsiz? Keşişə zərərsiz deyirsiniz? Mən içki düşkün olduğunu nəzərdə tutmurdum. Onun başqa əxlaqsızlığını deyirdim. Keşiş Cole əxlaqsız deyildi. Siz hörmətli leydinin sözlərinə şübhə eləyirsiniz. Bunu ağlıma da gətirmirəm. Ondan işiniz olmasın. Yox, mən bu işi belə qoymayacağım. Mr. Talbot sizə şübhə ilə yanaşıb tələb eləyirəm, üzr istəsin. Məmnuniyyətlə. Üzr istəyirəm, madam. Bax belə. Onun əxlaqsızlığı barədə biz təsadüfən öyrəndik. Kəndir pilləkənlə aşağı düşən iki matros bir-biri ilə söhbət eləyirdi. Biz Miss Graham'lə artıq hava qaralmışdı. Göyərtədə gəzintimizi qutarıb, toxunmuş gəmi iplərindən düzəldilmiş talvarın altında dayanmışdıq. Matroslar bizim orada dayandığımızı bilmirdilər. Özümüzdən asılı olmayaraq danışıqlarını eşitdik. Centilmenlər yalnız tütündən danışırlar. Necə yəni, Miss Bu Graham? nədir ki? Bu hələ ən son pis vərdiş deyil. Başa düşmürəm, adam. Bəlkə bizi inandırmaq istəyirsiniz ki, o tütün çeyniyirdi. Sizə təksib olunmaz faktlar təqdim olunacaq. Elmi məşğələlərin təbii müşahidəçilik qabiliyyətinin olması sayəsində çətinlik çəkmədən yanımda deyilmiş hər sözü yadda saxlayıram. Matroslardan biri o birinə deyirdi. Billy Rogers kapitanın yanında istintaqdan qaydanda gülməkdən ölmüşdü. Elə gülürdü, özünü saxlaya bilməyib ayaq yoluna qaçdı. Mən də onun dalınca getdim. Billy mənə dedi. Mən bu qədər ömür yaşamışam, çox oyunlardan çıxmışam, amma keşişlə yatmaq heç yuxuma da girməyib. Yox, lazım deyil. Burada gülməli heç nə yoxdur.
Ata, oğul və müqəddəs ruh naminə Bəsdir, qurtarın. Ayağa qalxın. Burada qadınlar var. Bu hörmətsizlikdir. Məncə artıq anlayıram, başı bəlalı yazıq Təlxəy Kolinin başına nə hadisə gəlib. Bu nə Rogersin, nə də Devrilin işidir. Bunu Koli özü eləyib. Buna görə də ölüb. Bədbəxtin ayılanda hər şey yadına düşdü. Beləliklə çox da qalın olmayan bu kitaba insanın insan tərəfindən dərk edilməsi barədə elmi əsəri də yazdıq. Deməli, insan utandığından da ölməyə qadirdir. Wheeler! Wheeler hanı? Onu heç yerdə tapa bilmirlər, sər. Biz elə bilirik o özünü dənizə atıb. İlahi. Kapitan xəbər gətirənlər barədə danışırdı. Bəlkə... Biz indi gəmini axtarırıq. Hələlik sizə Philips qulluq eləyəcək. Onu yanınıza göndərim? Xahiş edirəm, bunu kapitana verin. Mən onun dediyi kimi elədim. Kapitan sevinəcək, sər. Biabırçı insanın öz əməlləridir. Başqalarının yox. Sər? Bu cümlə Mr. Collinin gündəliyindəndir. İş bağlanıb, elə deyil? Tamamilə yox. Mən öz tərəfimdən Mr. Collinin bacısına məktub yazmalıyam. Məktubda onun qardaşı ilə aramızdakı dostluğun getdikcə gücləndiyi barədə danışacağam. Yazacağam ki, mən Mr. Colli ilə fəxr eləyirdim. Onun ağır xəstəliklə mübarizəsini ilk gündən son günə qədər bütün təfərrüatı ilə qeyd eləyəcəm. Onun ölümünün mənim üçün necə böyük zərbə olduğunu yazacağım. Bəs sonra? Avstraliya. Əlahəzrət, bu mənim gündəliyimin sonuncu səhifəsidir. Elə indi onu vərəqlədim. Dərin kədər hissi ilə bunu elədim. Ağlın oyunu, incə müşahidələr, bəlkə maraqlı mütaliə. Deyəsən, mənim yazılarımdan dəniz povesti əmələ gəlib. Bu adi povest deyil. Çünki nə fırtına olub, nə gəmi qəzası, nə dənizin girdabına batmışıq, nə də bizi xilas ediblər. Nə düşmənin üzünü görmüşük, nə səsini eşitmişik, nə topların gürültüsündən qorxmuşuq, nə də qəhrəmanlıq görmüşük. Nə qənimət olub, nə rəşadətli müdafiə, nə də cəsarətli hücum. Amma heç nəyə baxmayaraq, bu uzun yol olub. Küləyin istiqamətini götürün, Mr. Cambersham. Diqqət! Bir dərəcə cənuba.